Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, biz bu günlər Göyçay rayonunda çəkiliş aparırıq. Çəkilişimizin məqsədi Göyçay rayonunda gedən abadlıq işlərinə əlaqədardır. Göyçay Sanitar Yeni İdarəsinin rəisi Fuad müəllim Bayramovun rayonda gördüyü işlərlə əlaqədardır. Bəli, doğrudan da bu bizi çox sevindirir. Hətta Göyçay sakinlərini də sevindirir ki, bu günlərim Göyçay Sanitar Yeni İdarəsi çox gözəl işlər görür son vaxtlar. Bu bizi çox sevindir. Doğrudan da bax gördüyünüz kimi burada çəkin xahişim, bax nə qədər gözəl işlər görülür. Yəni binaların ətrafı təmizlənir. Mən küçələrə də bayaq baxmışam, çəkmişəm. Çox gözəl, abad şəkildə Göyçay günün-gündən gözəlləşir, abadlaşır. Və mən buradan ilk öncə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun. Orxan müəllim doğrudan da bugün Göyçay rayonuna gələn gündən bu işlər davamlı şəkildə həyata keçirilir. Bax bu da bir bariz nümunədir ki, doğrudan da biz hər gün müşahidələr aparırıq ictimai nəzarət olaraq və şahid oluruz ki, bax burada belə işlər gedir. Çox sağ olsunlar. Burada çalışan bütün bu işçilərə də mən öz təşəkkürümü bildirirəm. Doğrudan da çətin işdir, ağır işdir. Səhər tezdən bu işçilər çıxırlar xidmətə. Axşama qədər bax belə təmizlik işlərinə məşğuldurlar. Yaxşı olardı ki, bunların biraz da belə deyək, qayğısına dövlətimiz qalsın. Bunların maaşları biraz artırılsın ki, daha da yaxşı olsun. Çox sağ olsun. Belə dövlətimiz də çox sağ olsun, var olsun ki, doğrudan da bunların da müəyyən vaxtı bayram günlərində işləri qiymətləndirilir, var olsunlar. Və biz həmişə çalışırıq ki, ictimai nəzarət olaraq bax belə yerlərdə görülən işləri təqdim edək ki, bax qoy başqa rayonlar da baxsınlar, görsünlər ki, Göyçay rayonunda necə gözəl abadlıq işləri həyata keçirilir. Eşq olsun bütün bizim Göyçay rayonunda çalışan məmurlarımıza, doğrudan da bu Göyçayın bütün idarələrində mən deyərdim ki, işlər öz qaydasına gedir bir çox idarələrdə və bu da insanların rahatlığına böyük bir təminatdır. Mən buradan birliyimizin sədri Təyyar müəllim adından Göyçay rayon İcra başçısına Orxan müəllimə minnətdarımı bildirirəm. Göyçay Sanitar Yeni İdarəsinin rəisi Fuad müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar və bir də burada çalışan bütün işçi qüvvələrin hər birinə. Eşq olsun, təmizlik bəli imanlı ilə gəlir və Göyçay sakinlərindən də xahiş edirəm ki, buradan müraciət edirəm bütün Göyçay sakinlərinə. Gəlin bax bu təmizliyi qoruyub saxlayaq. Mən onu deyirəm ki, bax zibilləri boş yerlərə atmayın. Zibil qutuları var rayon hər yerində, hər küçədə. Həmin zibilləri zibil qutularına atın ki, oradan da idarə götürsün, aparsın. Mən buradan bir daha Göyçay sakinləri xahiş edirəm ki, bu işdə siz də bu idarəyə dəstək olun. Diqqət üçün təşəkkürümü bildirirəm. Neyse, yoxdur.